Salam aleykum. İnşallah bu gün metastaz haqqında danışmaq istəyirəm. Kütləvi şəkildə insanlar mənə yazır ki, metastaz verir, neyniyək, necə eləyək? İlk öncə onu deyim ki, mən öz başıma gələn hadisəni sizə biraz danışım. Sizə hər şey aydın olsun. Qısa formada bunu mən başa sala bilməyəcəm. Yəni siz necə metastazdan qurtula bilərsiniz, geri dönüş eləyə bilərsiniz. Mən ilk başlarda çoxlu preparatlardan istifadə elədim bu xəstəlikdən qurtulmaq üçün. Krealin də içdim, asi də içdim, çaşır da içdim, zəncir da, acıyafşan da və sairə çox şeylər. Utindi falan çox şeylər içmişəm. Düzdür, bunların ümumi orqanizmə faydası var. Amma birbaşa şişə təsir eləmir, elə də. Yox, eləmir. Bir dənə nağıl da atıblar ortalığa, krealindən kimsə sağaldı, o da boş şişə idi. Krealin işi gücü ancaq qaraciyəri zəhərləməkdir. Onunla qoyun çimizdirirlər, zəhərdir də o. İnsana necə fayda verirlər? Əli üzülən xəstələr onu istifadə edir ki, bəlkə sağaldım. Bu belə. Və mən nəhayət elə bil aclığa başladım. Aclıq proqramına qoşuldum. Elə bil Katsuzin işinin həyatına baxdım, aclıq proqramına qoşuldum. 87 kilo idim proqrama qoşulanda. Demək, hardasa bir 2 ay keçmişdi, artıq mən gəldim, düşdüm 60 kiloya. Su terapiyası eləyirdim, sonra səhər-axşam idman eləyirdim, sağlam qidalanırdım, yatmağa riayət eləyirdim. Çətin proqram idi, çox. Hər adam da onu eləyə bilməz. Və mən eləyəcəkdim də, uzun müddət eləyəcəkdim. Dedim ki, şiş getsin. Və mən nəhayət günü-gündən gördüm ki, artıq məndə elə bil nəfəs darlığı başladı, çoxaldı. Mənim sol ağciyərimdə idi, böyük bir kütlə idi də, məndə 10 sm yekə bir şey. Yayılmışdı orada, ağciyərin üstündə, o vaxtda onu götürə bilmədilər. Yayıldığı üçün, həm də ki, uzun müddət suyun içində qalmışdı, maye var idi mənim ağciyərimdə, 7-8 litr maye çəkdilər. Çürümüşdü ciyər. Ona görə də əl vurmadılar, dedilər qoqasın, nə yaşayarsan, get ximiyacad müraciət elə. Nəhayət belə bir şey oldu. Mən aclığı dayandırmaq, artıq gördüm ki, mən ölürəm. Elə bir vəziyyət yarandı ki, elə öskürəklər şiddətləndi məndə, bronxların içində genişləndi. Mən öskürdüm, ağzımdan lapar-lapar qan tökülürdü. Və mən getdim, yoxlandım, müayinələrdən keçdim, gördüm ki, sağa da keçib, sağda da yayla, boğazıma da çıxıb. Ümumi bədənimi basıb qaraciyərimə kimi gedib çıxmışdı. Və mən artıq, hamı bilirdi ki, mən öləcəm. Mən özüm də bilirdim öləcəm. Çünki taqətim yox idi mənim. İnsan ac qalanda, bəli, bütün orqanizmə fayda verir, amma çox uzun müddətli yox. Amma şiş xəstəliyinə fayda vermir. Mən onu konkret gördüm. Öz üzərimdə yoxladığım bir şeydir bu. Kiminsə həyatını mən danışmıram. Və mən artıq gördüm ki, şiş hüceyrələri mənim altıma bastı, metastaz başladı. Və mən dərhal çox keçmədi ki, taktikanı dəyişdim. Mən bunun əksini elədim. Çünki ac qalmaqla bu mənim bədənimdə yayıldısa, artıq bunun əksini eləmək lazım idi. Və mən orqanizmi başladım gücləndirməyə. Propolis qəbul elədim, təbii bal yedim, güləm qəbul elədim, çiçək tozu qəbul elədim və bədənə canlı qidalar göndərdim. Canlı meyvələr, tərəvəzlər, çox elədim onları. Bişmiş qidaları az yedim. Başladım faydalı idman eləməyə. Yavaş-yavaş, taqətim yox idi, amma eləyirdim. Və mən ximiya onsuz vurmuşdum əvvələ, yenə də ximiya ilə paralel başladım bunları tətbiq eləməyə. Başladım qaraciyərə dəstək verməyə bitkilərlə, məsələn üçün böyrələrə dəstək verdim, bağırsaqları düzəltdim. Yavaş-yavaş bunları etməklə bitkilərdən söhbət gedir burada. Və mən günü-gündən gördüm ki, mən dirçəlirəm, mən qalxıram. Və ondan sonra da bir müddət ximiya, şişlər məhv oldu, getdi. Metastaz verənlər hamısı geri çəkildi. İmmun sistemi düzələn kimi birbaşa şişləri yeyir, yoxa çıxardır. Bu həqiqət belədir. Mən kiminsə yenə də deyirəm, həyatını sizə danışmıram, öz həyatımı danışıram. Ağciyərində olan şiş 10 sm-dan böyük bir kütlə, ağciyəri zədələnmiş bir insan, laxta-laxta qan qusan insan, metastaz verən insan sağaldı. Mənə kütləvi şəkildə insanlar yazır ki, qadınlar ən çox yazır, süd vəzində 1 sm, 2 sm şiş var, kista var, nəsə var. Biz qorxuruq ximiyaya getməyə. Qorxmayın. Ximiya insanı öldürmür. İnsanı öldürən savadsız həkimlərdir.
savadsız onkoloqlardır. Çünki onlar müalicəni düzgün tətbiq eləmirlər. Xəstəni ac qoyurlar. Xəstəyə o qədər şey tapşırırlar ki, onu yemə, bunu yemə, sulu yemək ye, duru yemək ye, nə bilim, toyuq ye. Sulu yemək, saatlarla qazanda qaynayan qidanın orqanizmə heç bir faydası yoxdur. Çünki onun tərkibində olan mineral, vitamin hamısı ölüb. Ölü də olar. Mənim orqanizmim canlıdır. Ona canlı lazımdır, canlı qida lazımdır. Qazanda bişmiş qidaları az yeyin. Meyvə tərəvəzlərə üstünlük verin. Əgər ürəyiniz məsələn üçün kabab istəyirsə, oturun yeyin. Məsələn üçün 3-4 tikə kabab yeyəcəksinizsə, onun yanında ondan da bir qədər çox göy-göyərti yeyin, salat yeyin. Bax, orqanizm onda gözəlləşəcək. Balı həyatınızdan çıxartmayın. Propolis həyatınızdan çıxartmayın. Təbii güləmi, çiçək tozunu həyatınızdan çıxartmayın. Arı südünü həyatınızdan çıxartmayın. Bunları qəbul eləyin. Mənim həkimim çox gözəl həkimdir. Mən hər zaman deyib ki, immun sistemi güclü elə bura gəl. Qan dəyərləri qaldır bura gəl. Bax, mən gedirdim, ximiya vururdum, gəlirdim, səhərsi gün otururdum, quyruq kababı yeyirdim. Mənim nə ürəyim bulanırdı, nə bir şey olurdu. Mən məcbur olurdum ki, istəyirdim həkimə zəng eləyim ki, mənə nə vurmusunuz, mənə təsir eləmir. Ximiya birbaşa məşğul olurdu şişlərlə. Mənlə işi yox idi də, belə deyim də. Yəni orqanizmə ziyan vura bilmirdi. Çünki müdafiə sistemi var bədəndə. Orqanizm güclüdür. İmmun sistemi güclüdür. İmmun sistemi güclü olan insanın da bədənində metastaz verə bilməz. Əksinə olacaq. Şişləri məhv eləyəcək. İmmun sistemi onları yeməklə məşğul olacaq. Əgər şişlər ximiya ilə, paralel bitkilərlə məhv eləmisinizsə, artıq siz canlı qidalara üstünlük verin ki, o məhv olmuş yerlər ki var, orada yeni toxumalar yaransın, yeni toxumalar. Baxın, mənim orqanımdakı ağciyərimin toxumaları zədələnmişdi, çürümüşdü. Niyə görə laxta-laxta qan gəldi? Artıq çürümüşdü oradan. Bax, onları mən gözəlləşdirdim, bitkilərlə, tərəvəzlərlə dirçəltdim. Yaratdım onu elə bil ki, yenidən onları, elə bil onlara canlı şeylər göndərdim, meyvələr, tərəvəzlər, qidalar, təbii bal göndərdim ona, propolis göndərdim. Onları müalicə elədim də, onları sağaltdım. Toxumalar gözəlləşdi. Bax, gözəl insanlar, yəni deməyim odur ki, xərçəng xəstəliyi çox sadə xəstəlikdir. Sağala bilərsiniz, vallahi. Yəni bunları hamısını mən görmüşəm, ona görə paylaşıram. Yəni sağalmağın yolu budur. Çaşırda, yəni fayda var insan üçün, amma şiş üzərinə təsir eləmir. 100 dənə insan yazır ki, mənə ahistə içdim, bütün qan dəyərlərimi pis günə qoydu. Krealin içdim, qan dəyərlərim pis günə düşdü. Bəli, elə olmayacaq. Necə olmalıdır? Siz nə gözləyirsiniz? Siz zəhər verirsiniz bədənə. Yəni o şiş hüceyrələrin məhv eləmək üçün yaradılmayıb. O qoyunu çimizdirmək üçün yaradılıb. Onu biz kim istifadə edir? Hər şeydən əli üzülən insan. Ağılla. İnsanlar vardı ki, and olsun Allaha, milyonlarla pulu var idi, tanıyıram. Türkiyədə getdilər müalicə aldılar, Pakistanda getdilər müalicə aldılar və s. başqa dövlətlərdə getdilər müalicə aldılar. Gəldilər, burada dünyalarını dəyişdilər. Niyə dəyişdilər? Çünki ximiya verilir bədənə, xəstə düzgün qidalanmır. Onun toxumaları sürətli şəkildə qırılır. Toxuma az qalır. Belə deyim də, ac əskər əlinə onun silahı ver ki, get döyüş. O heç silahı əlində tuta bilməyəcək. Halsızlıqdan, aclıqdan. O necə döyüşə bilər? Bədən necə mübarizə aparsın? Siz bədənə nə verirsinizsə, o da sizə onun əvəzini verir. Siz onu dirçəldin, gözəlləşdirin, qaldırın. Şiş hüceyrələrini o dərhal məhv eləyəcək. Bir-iki dəfə ximiya vurandan sonra ximiya və immun sistemi güclü birlikdə olanda dərhal şiş hüceyrələrini yoxa çıxardır. Metastazlara kimi hamısını ləğv eləyir, yığışdırır bədəndən. Yeyir də, elə bil bədən onu yeyir, yoxa çıxardır. Yəni mənim başıma gələn hadisələr bax bunlardır. Mən sağlamlığımı belə bərpa eləmişəm. Belə indi mən vallahi ki, əvvəl 500 metrə yolu piyada gedə bilməyən adam bu dəqiqə mən 10 kilometr yolu yeriyirəm, sürətli şəkildə deyirəm azdır. Vallahi deyirəm azdır. Sağlam adam mənlə yeriyə bilmir. Halbuki mən sağlam vaxtı mənim ciyərlərim belə sağlam olmayıb. Özüm də öz orqanizm bütün xəstəliklərdən azad oldum. Mən sağlam qidalanaraq, düzgün hər şeyə riayət eləyərək bütün böyrəyimdə olan daşları təmizlədim. Pristok verməkdən bezmişdim. Qaraciyərim bərkimişdi, yağlanmışdı, düzgün fəaliyyət göstərmirdi. Hamısını aradan qaldırdım. Toxumaları gül kimi vəziyyətə gətirdim, çıxartdım.
Çox insanlar deyir videonu qısa elə. Vallah qısa eləyə bilmirəm. Tam izah eləyirəm ki, insanlara aydın olsun. Heç nə, Allah bütün xəstələrə şəfa versin. Yəni sonda da bunu deyirəm ki, qoymayın metastaz verməyə, gətirib çıxartmayın bədəni. İmmun sistemini qaldırın. Əgər artıq şişlər yaranıbsa, metastaz verirsə, yenə də gec deyil. Yenə də immun sistemini düzəldin, 1-2 dənə də ximiya vurun və dərhal şişləri immun sistemi yeyəcək, yoxa çıxacaq. Bir dənə də normal həkim tapın, işini bilən, protokol üzrə düzgün işləyən, xəstəni ac qoymayan, yəni xəstəyə gözəl şəkildə izah eləyən həkim. Xəstəni öldürən ximiya deyil, xəstəni öldürən savadsız onkoloqlardır. Allah bütün xəstələrə şəfa versin.